biz hansı prosedurlardan keçməliyik, hansı şərtləri ödəməliyik ki, xaricdə təhsilə müraciət edə bilək? Əslində xüsusi bir şərtlər yoxdur. Şərtlərin ən başda səbəblərindən biri tələbə 11-ci sinif attestatına yiyələnməlidir və yaxud məsələn 9-u bitirən tələbələr də olur ki, onlar bir texnikuma qəbul olurlar və texnikum diplomu əldə edirlər və bu dəqiqə xarici universitetlər həmin texnikum diplomu ilə də və eyni zamanda 11-ci sinif attestatı ilə də qəbullar həyata keçirirlər. Yəni tələbə bizim mərkəzlərimizə yaxınlaşır, attestatını təqdim eləyir və digər bir neçə əlavə sənədlər var ki, bunlar da fərqli sənədlər deyil. Məsələn, tələbə əgər xaricə gedəcəksə, bunun xarici pasportu lazımdır. Bundan əlavə tələbənin 9 və 10, 11-ci sinif transkripti deyirlər, qiymət cədvəli lazımdır ki, qiymət cədvəlin 9, 10, 11-ci sinifin sonunda aldığı qiymətlərin cədvəlini bizə təqdim edir və şəkil təqdim edir. Bunun əsasında artıq biz onun qəbul prosedurunu rahatlıqla həyata keçiririk.